Bir sıra dırnaqarası müsəlmanlar xanım Zəhranın evin yandırdılar, hörmətsizlik etdilər. Mübahilə ayəsinin izahında hədis var. İstər sünni mənbələrində, istər şiə mənbələrində gəlib ki, mübahilə ayəsində nəsranilərlə Peyğəmbərimizin mübahiləsi idi və vədələşmişdilər ki, filan günü filan yerdə mübahilə edəcək. Hədisdə gəlib ki, nəsrani alimi elə ki gördü Peyğəmbər xanım Zəhra ilə, İmam Əli ilə, İmam Həsən və İmam Hüseyn ilə gəlir, tez hay-küy, hay-haray etdi ki, gedin Peyğəmbərə xəbər verin ki, mən bununla mübahilə etmirəm. Səbəbin sonra deyir, bunlar elə bir şəxsiyyətdir, ilahi şəxsiyyətdir ki, əgər dua etsələr, Allah Taala bunlara görə dağı qaldırar, kökündən qaldırar. Bilirsiniz maraqlı məqam nədir? Necə oldu ki, Məsihi alimi xanım Zəhranın məqamını tanıdı, onunla mübahilə etmədi, amma bir sıra dırnaqarası müsəlmanlar xanım Zəhranın yaraladılar, evin yandırdılar, hörmətsizlik etdilər. Bu tənəzzül deməkdir.